Rihanna dostluğu. Tayland bombaydı, hə? Yaxşı idi. Hə, əla. Qalmaq Ben- istəyərdiniz orada. Qalmaq istəyərdim hə. Mən Amma qayıdacam o- onsuz. Pis təsir edir o mövzu açılanda. Əslində mənə də pis Mən təsir. getməmişəm. Ümumiyyətlə, Tamam. Məni Necə- götürməmisiz. mən Bəs bu sual xeytə ya. qarşı nə fikirləşirsən? Nə? Xeyt. Və biz getdik, gəldik, mən kommentlərdə çox oxudum da, yazdılar ki, Haqqımızda. nə bilim, görməmişlər, getdiniz, gəldiniz, nə bildik də day bəsdir. Hə, mənə də yazın. Pullar hardan götürmüsən başa düşmürəm. Əf. Mən Bütün normal gün baxıram. işləmirsən sən. Hardan pula gəlir? Yazsınlar da. Xeytirlər həmişə var olsun. Mən həyatımda o qədər çox pis kommentari görməmişdim. Azərbaycanın adını batırdınız. Doğru. Bayaq Aa. o şortiklərə söz Şortik yazdım, nə söhbəti qədər. mən- Nə şortika? Sən, hə. Mən şortiklər elə nə olub? Mən başqa ölkədəyəm də şortik geyinə bilmərəm. Kommentariyada mən orada dava salırdım hamıyla. Ümumiyyətlə, bizim gənclər niyə ölkədən getmək istəyir sizcə? Gənclər ölkədən niyə görə getmək istəyir? Çətindir. Deyin. Məncə birinci növbədə adamın özü ilə Mən getmək əlaqədardır bu. istəmirəm. Nə? Özü ilə əlaqədardır. Çoxsu köçür, orada uğur əldə edir. O orada rutinin dəyişməyi ilə əlaqədardır. Bizə məsəl üçün mənim tanış bir işlərim var, indiyənə kimi 40 yaşları var, məndən də yaşda böyüklər. Hələ də eyni rejimdə məsəl üçün Biləcərdə görüşürlər, axşam çayxana, səhər durur gedir işə. Eyni cür də hə. Ora isə gedib köçəndən sonra çoxsunda istər-istəməz məcbur qalır axı 2000-3000 büdcəsi var. Bu 4 ay, 3 ay oyuna fırlanmalıdır. Məcburdur ki, nəsə eləsin. Ona görə dəyişiklik olur həyatımda. Mən bir sizə maraqlıdır. O uşaqlar deyir, ay, yox, mən zəhləm gedir Azərbaycana, köçürəm. Özdə hara? Mən Amerikaya deyir köçəcəm. Amma sən nə görmüsən orada? Amerikanın onsuz da ancaq adı var. Ya mən İtaliyada Adı var. 7 il yaşamışam, indi Bakıdayım burada. O qədər Mən bura tanışlarım köçürəm. var Mən ki, buradan gedib xoşum ora gəlir. peşman olur. Mən yəni. bütün ətrafım kim varsa, hamı gedib xaricdə yaşayıb bir müddət sonra geri qayıdır. Çünki köçəndə birinci çamadana özünü qoyursan. 100%. O nə demək? Həyatını Fikirləşir ki, qoyursan, o nə demək? hər şey. Var. Yəni özünü qoyur. Hazırda yəni. Sən Keşke gedirsən də ora. gedəcəm. Bax elə bilir ki, problem ölkədir. Köçəndən sonra görür ki, Ay, problem bu imiş. Əslində biz ən əsas ətrafdır. Ətraf yarada bilməyəndən sonra, məsəl üçün mən ətrafım olmadı orada. Ona görə geri qayıtmam. Kim ki sırf orada çoxlu dost tapır özünə, ətraf qurur, ondan sonra da rahat da yaşaya bilmirəm. Bəlkə də onun asılı deyil. Amma məndə şəxsən elədir. Həmin insan elə bilir ki, hər şey hazır orada. Hə, Amma hazır. Mən çünki Amerikaya getdim, milyoner oldum. Yeni bir vərəqdir. Yəni həyat İmkansız. təzədən başlamalısan. Əslində o. İş tapmalısan bu bir. Dost tanış tapmalısan. Nə bilim, hər şeyi özün orada qurmalısan. Belə Bir də şey hamı olmaz. düşünür ki, mən getsəm, o tanışım var, tanış-tunuş var, o mənə kömək eləyəcək. Hamı kömək kim də kömək istəyir. eləmir. Heç kimə kömək eləyir. Özü Heç də kimin vecində deyil. Azərbaycanlılar ora gedirlər, çoxsu heç kimə kömək eləmir. Bir Və də mən bunu eşitmişəm. gözlənti söhbətidir də, söz dediyimiz. Gözləntilər yüksək olur da ki, köçəcəm. Amma hara gedirsən, get özgəsən də sən. Nə? Bir 5 il, 10 il keçəcək, mənə elə gəlir ki, adam qanı ilə, canı ilə istəyir də öz torpağına qayıtsın. Onları bir Hara sizdə fırladırsan ki, fırlat. fikirləşin. İllüziya var da, baxır o internetdə videolara ya da ki, nə bilim, kim Şey onlara yoxdur, falan. hər şey yox. Hə? Ki, o bu bomba. Amerikada nə Gedəcəm var? indi orada. Hə, Ayda nə teenager, bombadır. teenager həyatları zad var orada. Nə bilim, uşaqlar bomba kimi keçəcək. Amma əslində elə o. Amerikada nə var? Gedib hambal kimi Nə var? işlədirlər prosta. Siz girlər internetə, baxırlar ki, aha, deməli burada iş var, maaş $4000. Başa düşmür ki, $4000 ora üçün çox az bir məbləğdir. Azərbaycan üçün o $4000 sən 7000 yaşaya manat bilərsən. edir. Sıraca hesab. Təbii ki, sən burada o pulla yaşaya bilərsən, amma başa düşmür ki, ora çox bahalı bir yer. Universiteti bitirməyən, misal üçün gedirlər Amerikaya. Amerikada o işləyənlər hansı ki, 5000, Amerika. 6000 Amerika. Amerika. Gedir ora misal üçün mənə ətrafımda nə qədər adam var da, hamısı 3 işdə işləyirəm. Nə bilim gedirəm ət kəsənəm marketdən, orada işləyir, burada Kuryer assistant işləyirlər, kuryerəm. Yəni Amazon. sən orada gedib kuryer Bir də işləməkdən azığa düşənlər də olur. Belə bizim dildə düşən abişi. Hə. Abi köçür. Məsəl üçün mən tanış bir işlərimdən 3-4 dənə dost olub ki, bir yerdə gediblər, ikisi qayıdıb. Hə, o birisi dayanmadan ora təəssüf burada yaşayışımız pisdir, nə bilim, hər şey pisdir, o pisdir, Başlayır bu buranda pisləməyə. hər şey pisdir. Bəs bunlardan soruşuram ki, deyir, reallıqda əslində o prosta orada paxat edir, hambal kimi işləyir. Prosta deyir, üzə vurmaq istəmir ki, həyatı pisdir. Özü burada hələ bir bizi pisləməyinə özünə təskinlik verir ki, tipa, məndə hər şey əladır.
Bəs sizcə onların düşüncələri dəyişir başqa ölkəyə köçəndə, yoxsa eyni mentalitetlə qalır? Eyni. Yo, məncə dəyişir. Eyni. Yo, bax məsəl üçün o rutini yaşayan adamlar var ya, o dediyim Biləcərdə. Onlar köçəndən sonra istər-istəməz dəyişir. Çünki Məcburi. gedir məcbur Rutini dəyişir, hə. rutini dəyişir, istər-istəməz düşüncəsi dəyişir. Bəlkə də dərinliyində hardasa başa düşür ki, problem doğrudan da bunda imiş, bunun ətrafında imiş, bataqlıq imiş bunun həyatı. Bura gəlib tək qalıb özünü tanımağa başlayıb. Burada nə var? Mama Bəlkə örtür, 20% belə papa da verir, düşünür. yeyirsən. Məncə də. Rahatdır da. Bilirsiniz nə maraqlıdır? O Dəyişir. Azərbaycanlı insanlar gedir məsələn Rusiyaya. Rusiyada olanda həmin o Rusiyada Azərbaycan- olanlar. Yox, emin Azərbaycanlılar. Yox, o şey yadıma. Zaysetlə. Onların xarakteri dəyişir, Rus xarakterini götürürlər. Ruslar pis demirəm, qətiyyən sadəcə hər millətin öz xarakteri vardı təbii ki. Onlar gedirlər Rusiyaya, bizimkilər və xarakteri dəyişir. Sonra da başlayırlar buradakiləri pisləməyə. Hə, başlayırlar Bəyənmirlər. buradakiləri pisləməyə, bəyənmirlər. Deyir ki, Наша туха вообще не такая. Hə, ayda. Moskva Da, şəhəri ты də зна- olmaz. Şey var, ты знаешь. O söhbətlərdə. Ay, Hamısı eləmir, təbii ki. No bir balaca belə Amma necə deyim, Mən tanıyıram da. Çoxsu deyir iz ki, gräziv knyaz. Qrəziv Knyaz, knyaz. hə, o siz söz. çox geridə qalmısınız. Hayda, yaxud da başlayırlar gülməyə. Bizə Ayda, Moskvada elə deyil ya. hələ indi çatdıq. Əslində Sağ də əslində də olmuşuz. Rusiyada hər şey qadağan elədiklərinə Rusiyada görə ucu biz onlardan Ha belə. Yo, mən əvvəl də məsəl üçün Moskva, nə bilim, bəyənirəm məsələn Piteri çox bəyənirəm, gedib gəzərəm. Mən də. Amma iqlimi o deyir axı 9 ay adam gün görməz. 9 ay gün görməyən adam nəyi tərifləyə bilər? Çox darıxdırıcı. Silməliyik. Amma Rusiya çox maraqsızdır. Yo, yəni Nəticə deyir ki, çox maraqsız. Yəni mən şey, həyatım- yayda əladır. Hə? Yayda çox Смотря qəşəng. где. Moskvaya. Yayda çox qəşəng. Girirsən Piçrə park get. dördən Çox meşədə. Bizə mən Getdin, getmədim çünki getdin, məsləhətli çıxdın. yer deyil. Bəs başqa millətlə evlənərdiniz? Yox, Hə. yox. Niyə belə kateqorически yox? Danışmışıq, danışsız bunu. Sən ki, deyirsən, ay balam dedin. 1 saat oturub Ay, soruşacaq. sabah. Balam nə deməkdir? Ay qadası deyirsən. Qadası Sən nə balam demək? deyirsən. Yox, kitab misal kimi. olaraq Aşkım. deyirəm. Aşk, bebeğim. Gəl də Aşkım. otur onu izah elə ki, o nə deməkdir? Məncə də Hə. Baxot baxırlar. var. Əgər o qarşındakı insan sənin zarafatlarını başa Başa düşmürsə, düşmür. Baryer var da. Odur. Sən Hansı də onu memi başa danışırsan? Bu hardan başa düşəcək ki, o mem hardandır? Kiçikləri bilmirsənsə, Zorda məncə təzədən başa sal. maraqsızdır. Mən Sıfırdan. həmin insanla münasibət qura bilmərəm. Xot var. Bir Mən də də. fikirləş ki, ayda məsələn də ingilisdir. Bunun ingilisini nətər başa salıb edim. Nətər deyim ki, başa düşsün. Onların yumoru ümumiyyətlə başqa cürədir, bizimki başqa. Nəsə oxşarlıq ola bilər, amma Mən Sən evlənərəm. Evlənərəm. Ya dur. kimlə məsələn? Fərqi yoxdur da, yaxşı insan olsun. Yəni Bu xoşuna qara qız gəlir, danışalım Azərbaycanlı sonsa yoxdur da indi. hə, Yenə də gəlib Azərbaycanlıya çıxırsan, həmişə yəni belə olur adətən. yəni qara qız olsun, nar çubuğu ilə döysün. Nar çubuğu ilə döysün mən sən. Niyə? Qıpqırmızı olum. Keçərsiniz. Hadi, Sən Evlənərdi. Hansı millətlə? Главное не Hindistanlı. Hindistan. Millətçi deyil amma Amma indi- Hindistanlı olmasın. Demək ki, mən başa düşürəm. Azərbaycan. Yaşasın Azərbaycan. sonra Yes. Bəli. insanlar evlənməzdən əvvəl birlikdə yaşamalıdırmı? Təbii Yoxsa- ki. Bu sual Dəstəkləyirəm. olmalı deyil. Mentalitet- Provokasyonlu sual. Mentaliteti qoyaq qırağa. Hı. Hə. Öz düşüncənizi deyin, 100%. yəni səmimi olaraq. 100%. Onun heç sualı olmalı deyil, mənə görə ki, 100%. Çünki sürpriz. Mən dəstəkləyirəm. Sürpriz sonra olur sənin. Zaten ona görə ayrılıqların çoxu ona görə olur. Çoxsu. Yəni. Məncə boşanmalar elə ona görə. Yox, mən prosta sadəcə beynimdə təsəvvür eləmirəm ki, sən tanımırsan qarşındakı qızı, sonra evlənirsən. Sərini necə baş verir bu? Prosedur. Kommentlərdə ki, Bəzi qızlar deyir ki, biz bir ay danışmışıq, Yalansıdır. ikinci ay uje mənə evlilik təklif elədi. WhatsApp-da hə. O bilsə nə Məncə vaxt mən olur? Adamı Uzun sən müddətli tanımırsan, uzun müddətli deyəsən. münasibəti olan adam olur, misal üçün də 7-8 il. Ondan ayrılır, Nəsə İlyas ki bir demək nəfər tapıb bir aydan sonra evlənir. Nəsə var. Məncə çox maraqlı. Qız var idi, yazmış deyə şey. Bir ilk dəfə mənə yazdı falan tarix. Hə, ilk cəhd. Hə. Nişan, xına, Deyir ki, toy, oldu? oğul, 3 ay hamısı. prenseslərin annesi, Hə, mələklərin gecəsi. annesi, mələk, mələk, Mələyim. mələk. Kənan.
Evli, mutlu, çocuklu. Yəni bu şimdi Yəni, normal lazım baxırsınız belə danışır. şeylərə. Yox. Ha, yaxşı Nətən olsun, oğlan elə şeylər eləmə. etiyyət Normal Qraf deyəndə ki, olsun. yəni olmalıdır məncə. Niyə görə də yox? Yəni Çox adam heç vaxta bəlkə də çatmışıq. danışmır, amma çox adamda uje mən elə düşünürəm ki, elə Birincisi dövr dəyişdi. 20-30 Sizcə dövr faiz dəyişdi adam. mi? Yəni? Конечно, dəyişdi. Dəyişib təbii Hər ki. şey dəyişdi. Bakıda dəyişir. Məncə çox Digər adam yaşayır şəhərlərdə yox. bir-biri ilə. Sadəcə onu açıqlamırlar da, çünki utanırlar mentalitetə görə. Havay bala kim yaşayır? Yəni bir-biri ilə Nadirən də belə orada burada. yaşayırlar. Yox. Çox nadirən. Mən bilirəm. Mən bilirəm. Kimdir? Hamını güdürdü. Ad familiya. Ayrı-ayrı paltarlarda Ya- gezir şəhərdə, Hə. baxır. Başına patok Mən kes. deməyəcəm də. İndi mən də bir Mənə şey qarşı niyə tapmışam belə qızlar barədə. Sən deyim. De. Niyə görə 7 ildən sonra imенно qızlar barədə tapmışam. Hamısına şamil eləmirəm. Mənə elə gəlir. Bu mənim teoriyamdır. Bax qız məsəl üçün uşaqlıqdan çox bədbəxt ailədə böyüyür. Atası ilə anası ömrü boyu dalaşır. Düzdür, bir yerdədirlər, amma atası ilə anası ömrü boyu dalaşır. Qardaş tərəfindən mehribançılıq görmür. Bu böyüyəndən sonra öz beynində hələ bir ki plan cızır ki, mən xoşbəxt ailə quracağam, öz ailəmin acığına ki, bunlara sübut edeyim ki, xoşbəxt ailə olur. Və oğlan, bunun gələcək həyatındakı oğlan, orada bir dənə detal kimidir. Bunun planında, bunun böyük planında bir dənə balaca detaldır. O ilə görür ki, məsəl üçün alınmadı. 7 il, 6 ildə görürsə, onunla ayrılan kimi 2-3 ay keçir, başqası ilə gedir evlənir ki, biz bu o planı həyata keçirsin. Hər şey atadan da ki də irəli. Atadan gəlir, bəli. Əgər Atadan- sənin münasibətin atanla normal deyilsə, kişi ilə də normal olmayacaq deyir. Düzdür. Amma hər adamda yox. Məbisiz bir dənə çatmır. Nə qapmır? Bəzi oğlanlar, Mhm, kişilər Bəli. öz kasıblığı ilə qürur duyurlar. Hə, kommentariyalarda kimsə varlı oğlan nəsə yazır. Kasıb. Nə olsun ki, Kasıb kasıb olsun, pulum yazsın. yoxdur. Kasıb Zor. oğlanlar belə. Abla sən niyə qürur duyursan ki bundan? Nə olub kasıb olmaq pisdir ki? Sənin stimulun olmalıdır Hə. ki, sən pul qazanasan. Yəni bundan motivasiya olmalıdır səndə. Niyə belə elə? Məncə bu ölkədə motivasiya vəbşə heç Azdır. kimdə yoxdur, çox azdır. Çox Kimdə motivasiya var, biz onları görürük. Ölkə yerinə danışmayaq zəhmət olmasın. Bayder. Pulu, Gəldi. pulu var, bunu bildirmək istəyir. Amma elə oğlanların heç vaxt pulu olmur ki bildir. Bildirmək istəyən o belə gözə Maşını- soxur abi. Hə. Maşını Şəkil çəkdirər. göstərir. Nə bilim, pullarını 3 dənə göstərir. Heç telefon. vaxt inanırsan, heç vaxt olmur. Koşlyokun pulqabını qoyur qabağına şəkil çəkir ki, ya da saat Çeşkanın şey. fayl şey. Niyə? Mən Bu kasıb oğlanı heç müzakirə eləmədik axı. Məncə o mentalitetlə əlaqədardır. Uşaqlıqdan irəli gəlir. Uşaqlıqdan bizə elə tərbiyə pul əl çirkidir, aclıq olsun, kef olsun. Düzdür. Hə. Kasıb oğlan nə deyirlər? Kasıb oğlan nə? Bir dənə də söz var deyə el arasında belə gezən. Nə deyirlər ona? Ay Allah. Hə, kasıb oğlan mərd olur. Nəsə belə bir yox. Hala Hala belə sən indi uydurdun. Yoxa çıxır da yavaş. Ya da o ilə əlaqədardır. Düzgün şey fikir dördü onlar bizə yeridilib. Bunlar da hələ də o fikirlə bu fikirlə hə də barışırıq, yaşayırıq. bomba çök. Man kasıb olur. Kasıb zoram. Man Zoram vor. Qız olsaydı, Kasıb başqa cür kasıb sevər. oğlanla evlənərdi. Yox. Qız olsaydım yox, qızım var da mənim. Hə, mən o fikirləşmişəm. Hə. Ən azından bir damcı belə hərəkətli adam olmalıdır da. Dijeniya. Dijeniya deyəndə ki, yəni görüm ki, bu adamda nəsə Potensial var. potensial var, nəsə eləmək Nəsə istəyir, eləməyə həvəslidir. çalışır ən Hə. azından. Bir şey var. Bu nədir? Potensial Mən də o vaxtda istəyirəm Lexus bir Dayda yaşa olum. qədərdir potensial. Nə? Bir 35 yaşın var, mənim potensialım var. Sən öz potensialı sən 35 35-ə yaşlılara qədər qarşı sən nə demək istəyir? açıqlamalısan. 35 Yox, yaşlılara qarşı nəsə demək istəyir bizə. Yox, yenə də çox şey. 31 yaşım 35 var. olacaq. Yaşla məncə o qədər də deyil, çünki bəziləri o məsələn 40-dan sonra uğur qazanır. Tak ki, E, sadəcə ona gedən yola baxmaq lazımdır ki, sən evdə oturub bütün günü kompüterdə Nadir oyun hallarda oynayırsa, olur onda belə. hə, o başqa məsələ. Qozbel belə oturub kompüter oynayır hələ də 40 yaşında. Hə, o ucu başqa məsələ. Yox, əgər nəyə Sınıçka, çalışırsa korzinочка. başqa. Sınıçka, korzinочка. Ananın gül balası. Bu. Amma qurban olsun. Evlənmərdiniz. Hələ elə analarda şey. Evlənmərdin. Mənim qızıma ən oxuyanı, ən ağıllısı. Yo, o da gözəlliyi. düzgündür. Bax bir dənə də o Nədir ki, fikri də ikinci- dəstəkləyirəm biləm qısaca. O fikir var bizdə ki, oğlan bu məsəl üçün qızlar istəyirlər ki, yenə də hamıya şamil eləmirəm də, məni didişdirməyin. Biz ümumiyyətlə Amma- nəyi danışırıqsa hamıya şamil Hə, eləmirik. Bəli. Təbii ki, Bunu təbii. vurğulayaq. Bəli, bəli. Tam aid deyil. Amma məsəl üçün deyir ki, oğlan belə olsun, hündür, nə bilim,
pul qazansın. Boy olsun. Bədənli Pullu olsun, nə olsun. pullu olsun, ağıllı olsun, o birisi, bu birisi, hər şey yüklənir üstünə. Yəni belə adam nə qədər var? Bir dənə eləsi varsa mən də evlənim onunla. Belə adam nə qədər var? Yəni üst-üstə gəlsə nə qədər elə adam tapmısınız ki, həm video fasonu olsun, həm nə bilim. Gözəlliyi var, pulu yoxdur. Ha, Pulu var, gözəlliyi Gözəllər var. İdeal var. insan Gözəllər yoxdur var. ümumiyyətlə. Gözəllər Ay var. sol, ideal adam yoxdur. Heç kim mükəmməl deyil. Öz adından danış. Öz adımdan danışacağamsa idealsan. onda susum mən. Məncə mən evlənmərəm. Futbol. Mən ərə getmirəm kasıba. Çünki mən öz Sözün leveldə pulu var. pulum var, hər şeyim var, şəraitim var. Ev almışam. Vso. Mən üçün hər şey bombadır, maaş alıram. Vso. Mən niyə kasıba getməliyəm? Вот mənim indiki xatelkalarım və bu leveldadır, допустим da. Mən niyə bu levela məcbur keçməliyəm? Hətta yəni Niyə? sən Niyə? o vaxtda deyirsən ki, gözləyəsən ki, Yox, böyüsün. o yaşımda o deyil. Bəncə mən belə düşünmürdüm əslində. 20 yaşımda olanda mən deyirdim, "Yo, hər şey bir yerdə eləyərik." Sizin kasıb oğlan, kasıb qız olsa bəs onda. Hə, kasıb qızla. Kasıb qız. Oğlanlar Başqa evlənər. cındır zatdır bəyəm başa. Kələşdə evlənərsiniz. Niyə kasıb İşlər oğlan bax. söhbəti olur, kasıb qız söhbəti olmur? Amma elə Varlı ki, oğlan varlı kasıb qız- qızla niyə evlənsin? Raşotla var. Mən bəzilər. məsələn çox Niyə? varlı olsam, doğrudan zor. Kasıb qızla evlənərsən? Yox. Kasıb qızla evlənərəm o şərtlə ki, ailəsi mənə sonradan quruz olmasın. Əslində olur, olur, Hə. olur, bəzi olur Hə. belə. Hə. Yəni ümid edirəm ki, elə bir. Sonu belə də olur. Axırda belə şey olur da ki, sən tək qızını almırsan, onun ailəsini alırsan, baxırsan ona. Çünki mən belə ailələr görmüşəm. Yaxşı, xəyanətə necə baxırsan? Yaxşıdır. Biri var, Xəyanətə yaxşı baxıram. Zor bomba eləyir. deyirlər, var kişi xəyanəti, var qadın xəyanəti. Mən xəyanətə dəyişir. Niyə görə? Çünki kimisə məcbur eləyə bilərlər xəyanət eləməyə. Məsələn, məndə elə bir şey yox ki, mən deyim ki, mən özümü Xəyanətin öldürəcəm. opravdaniyası Ayrıla olmur. bilmərəm də onu nə etməliyik? Soruşmağa olmaz. Nə özümü Məsələn, öldürürəm. deyib ki, ayrılsaq, mən özümü öldürəcəm. Sən uzun məcbur nə edə bilərsən? Uzun sən o Öldürməyin bu həmin an Manipulyasiya- bilirəm də manipulyasiyanın manipulyasiya. Sadəcə son həmin situasiyanın dərəcəsi. içində olanda sən artıq onu başa düşmürsən də, belə biraz artıq özün də belə qorxursan ki, həqiqətən öldürə bilər. Onda nə etməliyəm mən? kim bunu deyir, onlar eləmir. Nə? Onda Yaşamışam xəyanət bunu, edirsən, bilirəm. nə istəyirsən? Hə, məcbur olub. Məcbur xəyanət. Nə bilim mən bu xəyanətin də heç Yox, bir şey- halda tərəfdarı deyirəm də. Nə tərəfdar- deyim bunu? Nə deyim bu mövzuda? Çox belə şitilni, belə titiz belə Hələ mövzu yəni deyə. Yəni gərək çox. situasiya. Yox, məncə heç bir halda düzgün deyil. Düzgün. Halbuki özüm eləmişəm. Ah, Bəli. O Bilal. Aman tanrım. Vəbşə mənə elə gəlir ki, qadınlar bağışlaya bilmir. Mən elə fikirləşirəm. Ya bağışlayır. Qəbul eləyir, Amma sonra başının hə. ətini yeyir də, onu məhv Gecə eləyir, sonunda. onu didir, onu gedir gəlir söz deyir, gedir gəlir. hər gün. O kişi, yəni ölsə ondan yaxşıdır. Mən sənə söz deyim. O həyatı zəhərə dönür. Gəlir deyir ki, bir dənə çay süz, deyir ki, get falan kes süzsün də sənin üçün. Gəl deyir ki, nə olar bir dənə yemi. Bu bağışlamaqdırsa, yəni bağışlamaqdırsa, mən elə fikirləşirəm, bağışlayırsan, vəsə o ilə də yekunlaşır. Yox, əgər bağışlamamısansa, lütf heç barışmayasınız. Amma məncə qadınlar bağışlamır. Qadınlar bağış. İçində qalır bu. Hər dəfə Qadınlar tənha qalanda saçlarından eşitmişsiniz. Yaxşı, bax, sən deyirsən, Hə. məsələn, amma nəyə görə bu belə oldu? Sadəcə maraqlıdır. Yəni, Ha, o uzun mövzudur. Yox, o uzun mövzudur. Mənim açığı Yavaş, başımı çox istəsən uzun. sal. Yox, istəsəz salarsız, istəsəz yox. Mən onu da belə təcrübə kimi bölüşürəm də. Mən elə bir adamla görüşdüm ki, bir balaca belə deyək də ki, özgüvənsiz idi. Məni də başımı xərab edirdi ki, sən qıraqda gezirsən. Mən də bütöv günü buna sübut eləyirdim ki, mən bu ilə məşğul olmuram da. Bu daha üstümə nə bilim, GPS datçık zat qoymuşlar ki, hara gedirəm, nə edirəm. Axırda bezdim, bu sübut eləmək oyunundan bezdim. Getdim xəyanət elədim və özümü çox komfortlu. Mən gələndə də deyəndə özümü sübut əlimi qoydum belə başımın dalına ki, hə deyirdi ki, gezirsən, sən beləsən, deyirdim ki, hə, okey, belə rahat hiss edirdim özümü ona görə. Sevgilisiz siz. Sevgilisiz. Sevgilisiniz. Taylanda getmişik. Bir yerdə getmisiniz. Nə məsələdir? Yox, mən pis baxıram belə şeylərə. Mən özü Ləmanla bir dənə video paylaşan kimi direktin partiyir. Çox solidni xanım bu. Özü çox solidni xanım. İndi bu mövzuda məsəl üçün
qız tərəfdən də elə bir oğlan olmalıdır da ki, başa düşsün ki, işlərini görürlər. Bu da güvən üzərindən qurulur. Adam da özünə güvənirsə, qabağındakına da güvənəcək də. Onsuz bu pox varsa çıxacaq da üzə. Yəni bu adam nəsə gizlətməyə çalışırsa çıxacaq. İnanın mənə, mən bilirəm. Sən məsələn qızla video paylaşsaydın, bir sevgili olaraq münasibəti göstərsəydiniz, səncə qısqanardı sənin izləyicilərin? Məncə hə, qızlar. Elə var ki, yəni sənə qarşı simpatiya var da. Yox. Aktivistə eləyər, unfollow eləyərdi Evin səncə. şey durur qız kravatdan posteri yandırır da. Orada da Tarkan imiş də dəxlisi. Gözləyirsən ki, Hilalın şəkli Tarkan. Nə deyim? Mən o barədə fikirləşməmişəm. Mən özdə elə şey paylaşmaram. Doğrudan mənim xoşuma gəlmir vəbşə. Şəxsi şəxsiyyət var. Şəxsi həyat. Xahiş edirəm mənə ələ salmayasınız. Mən ələ salsam pis olacağım. Nə deyəcəkdim? Zarafat edirəm, onu da ciddi qəbul edirəm. Hə, fikirləşirəm ki, elə şey düzgündür də. Məncə səhifə vəbşə nəsə, yəni belə yaradıcılıq üçün də. Niyə ki, sevgili səhifəsi açırsan, ər-arvad. Komple. Baxış yığırsan orada yarım milyard. Evlənmək videosu, nişan, xına yaxdı, hamısını çəkib partlatdı. İlk cəhdimiz videodur. Videonun adı ilk cəhdimiz. Bəzi insanlar klublara hələ də pis baxır. Çünki bizdə klub anlayışı yoxdur. Yoxdur. Təzə yaranmağa başlayıb. Nə vaxt ki o klublar yaranda, onu biraz pis tanıtdılar deyə. Pis tanıtdı. Şey yad uzadı, kakadoza adı var idi. Yox, mən heç o vaxt. Sonra bir-iki dənə də, neydi ay Allah, bir də var idi. Prospektində var idi. Metro. Bir də Tbilisi prospektində 11 o da öldü, yox. Opera. Opera by 11. Hə, 11 O o. luxury o idi. Hə, o idi. Bir də var idi. Ay Allah, Life idi, nə idi? Elə Skylife. Skylife. Hə, 90-ların axırı idi, 2000-lərin əvvəli idi zət belə. Mən getməmişəm ora. Yəni prosta bilirəm ki, elə bir yer var idi. Proyezdimi görürdüm. Yəni Hə, o pis. vaxtdan belə pis idi, yəni. Çox dandik idi. Mən videolarına zana baxanda indi yəni ondan daha belə atmosferli. Var qızları da getmişdi ora çoxsu. Azərbaycanda isə Hələ var ki, 3 dənə. bizdə axı o vaxt klublara belə qızlar normal getmirdi. İndi. Tam qorxur danışır. Birdən səhv bir şey deyər. Ay xanım. Bu. Qızın Instagrama şəkil qoymağına necə bax. Yox, o qədər. Pis baxıram. Facebookda şəkili olmamalıdır. Dostluğunda oğlan olmamalıdır. Ətrafında olan olmamalıdır. Görmüşdün o sorğuları. Boşanmış qadın yox. Cümlə tam demirəm. Boşanmış qadından yox. Hə, dinlə bağışla. Niyə rəylərdə insanlar öz aqressiyasını göstərirlər? Elə bir ki, zəhərini tökürlər ora. Həmişə də fake profildən, şəkili olmayan. Adətən hə, Gizli fake profildən. Çünki real həyatda yüzünə qoya bilərlər onları. Yumruq. O da pis günüdür. Girib kommentarda edir, enerjisini Sosial- atmaq istəyir. Qoyaq. Məndə də elə bir fikir var. Möhtəşəmsiniz. Qoyaq. Necə bir fikir? Yəni, Düz deyir, düz deyir. Negativini atmaq istəyir. Hə Məsələn, də. günü pis olub. Qoy yazsın. Və məndə misal üçün hər söyüşə blok var. Yəni yazanda avtomatik silinir o komment. O yazır amma onda Bəzən görsənir amma onu sıkıntı. Məndə görsənmir. Məndə hamısı silinir çünki hər söyüşü yazmışam da ora. Eyni Bu məndə. yazır, bu Eyni yazır. məndə. Gör nə qədər Köksünlər. sözlər yazdı. Hə, hamısın. Bir. Bu əsəbini tökür. Mən də elə fikirləşirəm. Nəcəflə burada həm fikirəm. Dəstəkləyirəm. Çünki bu demişkə də, hə də kimisə günü ağır keçib. Ya da Kimsə, həyatı çox hə, çətindir. Çox çətindir. Hə, hardasa nəsə demə. Belə baxanda bizim həyatımızda oyuna nə 1 sant o tərəfə, nə 1 sant bu tərəfə heç nə dəyişmir. Yes. Doğru. Biraz ağlı olan adam onsa baxır, deyir ki, yazıb da. Yəni mən bəyənirəm məsələn. Amma birinci 10 dənə kommentdən çox şey asılı deyib, fikir verməmisiniz ona. Birinci 10-15 dənə kommentari məsəl üçün pis olsa, Darışı elə bir ki şey olur da, bu kütlə düşüncəsi başlanır. Cəmaət girir kommentə gör pisdir, onlar da başlanır pisdir. Hər. Amma yaxşı olursa birinci 10-15 dənə, mənim fake profilim var, 10-15 dənə. 15 dənə bəzən paylaşan kimi Nə gözəl insansınız Hilal. Allah sizdən razı. Özü də oradan təsir edir çox. Siz ümumiyyətlə insanları nəyə görə blok edirsiniz? Söyüşdən başqa. Nə bilim, baxırsan əsəbimə toxun. Sən Sən kimdən xoşun gəlmir Ləman? Təhqir.
Особенно Tanıyırsan, şey, mənim sualım. Ləman birini soruşur. Onu tanıyırsan, gözlərin nə reaksiya verəsən? Xoşuma gəlir yoxsa yox? Vay halvaki dedi yox. Sonları müzakirə edirik sadəcə. Mən Yəni məsələn, qeybət sevirik. Qeybət mənə nədir? məsələn söyüş yazsalar, onda blok atıram. Bəziləri var ki, izləyirlər səni, təhqir edirlər. həm də təhqir edirlər, söyüş yazırlar. Onda niyə izləyirsən məni? Zəhəri tökəsən deyə. İnsanlıq hal. Yes. Siz heç yazmısınız ki, məsəl, Necə? nə bilim pis bir komment. Heç vaxt. Ya, Vallahi. Məntiqli yazmışam. İnanmaram da. Amma pis Həqiqətən. yazmamışam. Məntiqli Mən yazmışam. Mən heç vaxt pis. Mən yazıram. Mən Xoşuma əsəbimə kimsənin gəlmirdəsə, göndərirəm buna. Deyirəm ki, Səbinə bir dənə bax, müzakirə edirik. Bir-birimizdən Mən də başlayıram. bir-birimizdən daim. Yəni ağzımıza- mesajlaşmada söyüş ola bilər, hə. Amma belə yox, rəylərdə heç vaxt Yox da, heç söyüş vaxt yox pis da, bir şey yəni. yazmamışam. Mən yazıram. Sırf Mən dava salıram. Вот, например, çoxsu onun kommentlərində mən dava salıram. Çünki görürəm ki, bu anormal bir şeydir. Ona görə mən yazıram. Sonra deyir, baxıram ki, əsəbdən uje vsyo çıxıram, partlayıram. Mən ona deyirəm ki, bloka sal bu adamı. Vsyo. Hə, belə də olur. Amma mənə heç kim yazmır pis şey. Provokativ bir dənə sual. Azərbaycanlı qız blogerlər barədə nə düşünürsünüz? O, Yox, bu mövzunu zəhmət olmasa açmayaq. Niyə açaq? mən Göy qorxuram ekran şey. gedir. Açaq söhbəti. O partidə nələr oldu? Parti pididi. Epstein. Mən ümumiyyətlə, öz fikrimi deyirəm, heç kimə də toxunmadan deyirəm. Mən elə fikirləşirəm ki, insan öz həyatını elə yaşamalıdır ki, özgələrinə ziyan olmasın. Mənim məsəl üçün kolleqalarım var, tutaq ki, mən məşqçi işləmişəm əvvəllər. Və bizə elə kolleqalarımız var idi ki, onlar elə işlərlə məşğul olurdular ki, sonra gəlib mənim şkafıma eşirdilər. Məsəl üçün, ya da ki, hansı başqa bir kolleqamızın şkafına eşirdilər. Çünki bilinmir də bu adam nə edib. Biz də onun problemini yaşamışıq. Bizdə də məsəl üçün mən fikir verirəm ki, bu adamlar həyatını elə yaşayırlar ki, demirlər ki, filan kəslər, deyirlər ki, blogerlər. Hamısı harınlayıb, qudurub və gedək bunları belə şey eləyik. Yəni düz sözə nə deyərlər? Zarafat deyil. Bəli, Sonra biz beləyik işte. Zor. Bacarana can qurban. Yəni ümumi Belə. götürür də ki, bütün blogerlər belə-belə. Hə, biz ümumi götürüb bu. Ən zəhləm getdim. Onu deyirəm də, Ən bəs zəhləm sən getdim. İndi birdən çatdım. Mən onu gec deyə yorulmuş. Ən zəhləm getdim. Bəs deyirəm, Birləşdirib onlar elə elə deyir, iş görür, bu Elə bir kütlə insan var da. Konkretləşdirə deyirsənsə, dinən. O da Şimdi qorxusundan da ad da çəkidar çəkir. qorxusu. Ha, Nə? Yox, sənə deməm. Hə. O deyən adam qorxusundan ad da çəkmir. Hə, deyir ki, bu blogerə. Çatıb dinəndə sayda adlar orada var da, ad familiyyat demir. Məncə onların düşüncəsi çox belə dardı deyə ona görə belə fikirləşirlər, belə deyirlər. O insanlar yoxsa Həmin o insana kim ki belə fikirləşir də, deyirəm, bütün bu blogerlər belə deyə. Amma mən sizə düzünü deyim də. Bəzi blogerlər kritikanı qəbul eləmir. Bu bəzi bilirəm, tanıyıram belə insanları ki, o normal, adekvat kritikanı qəbul eləmir. Heç bir mənada, Fikirləşir heç ki, bir mən idealam. tərəfində. Da. То есть sən sadəcə o nəyi qəbul eləyir? Yaltaq Hə. insanları bəli, Всё, sümsükləri hər yığıb. şey yaxşı. O çox Hamısı bunu gözəlsiniz. tərifləsin. Sevirik sizi falan filan. Pis şey, ya pis yox da, даже просто da nəsə bir şey yazanda, всё. Сразу ya bloka salırlar, ya da başlayırlar storylərdə Bizim dava salmaq. Ki siz kimsiniz? Bilirsiniz mən. Kəsərsiz onu kimi deyir. Sən zəhlin gedir ondan olsa. Hə. Bildim mən kimi deyirəm. Deyin də kəsici onu da paylaşmaq da deyil. Hamısı da bir-birinə oxşayır. Onu deyirsən. O kimi Necə vadoska. Hamısı da bir-birinə oxşayır, özü də bərik. Zarafatsız deyir. Zarafatsız deyirəm belə kiminsə xətrinə dəyir. Mən elə olur ki, girirəm məsəl üçün Elə eventə. bilmirəm, elə sifət. Tanımıram mən kimdir. Bilmirsən, adam Allaha emosiya yaşayır bilmir. sifətində. Emotsiya yox, ağlayırsınız hamısı siz. bir-birinə oxşuyur, Ya. zarafatsız. Kiminsə xətrinə dəyirəm. Ay gülürsüz, Allah köməyiniz olsun. Doğrudan elədir olan vəziyyəti. Nə bilim. Heç bilmirəm. Mən ayıd eləyə bilmirəm. Elə momentlər olur videolarda baxın başa düşə bilmirəm kimdir. Məndə də. Bəlkə də mən də bəzən bax, məndən soruşdular. Sən də mənə Bunu baxın, tanıyırsan, deyirəm, hə, deyəsən görmüşəm ki, özləri eynidir deyə fikirləşirəm həmin o eyni insandır. əsl Ya, varlı zəhmət elə. insan, Təbii. onlar brend geyinmir. Bunu bilin. Baxın, Mark Zuckerberg, sonra Ədalət şükür ol. Şükür. O geyinir maşallah. Hə. Hə.
Потом кто у нас еще есть? Durov, Hmm. Steve Adamlar Jobs adama var idi. asılıdır. O вообще O qədər. Bayder. Onlar da Niyə? Adama adam multimillionerlərdir. Yox, Amma adama çox adam sadə geyinirlər. Çox sadə, heç pont falan belə bir şey Yo, yoxdur. giyinəndə də giyinsin. Prosta Geyinsin, heç kimə sübut amma eləmək istəyi Heç kimə olmamalıdır. belə soxmur. Hədə ki məndə bu var da, yəni mən belə Bugün yaşayıram. rast- Okey də yaşa da qardaş, özün üçün 17-nin yaşar. rast- Soxsa bizim- da okeydir. Sadəcə misal üçün baxır neyi. Nə bilim 1 kilo sumka ilə gəlir. 1 kilo sumka hardan Mənim əmələ gəlir? bayaqlar dediyim Qızlar da baxır, deyir ki, bu sumka bunda varsa məndə niyə yoxdur? Adam da biraz istərsən mənə gəl izləyicilərə Ay, kompleksi sağ ol. yaradır da o. İndi- Biz də hamımız da bilirik də o 1 kilo sumka Nə- hardan Öz gəlir. həyatından narazı olur. Sonra Sonra da həm məndə niyə bu yoxdur? Belə qəribə, yəni Sonra da bu gəlir oğlanların başında partlayır hardasa. Hə. İndi məsəl üçün bir dənə qaqaş götürün, orta statistik hansısa bir 2000, 3000, 4000 qazanır. Normalda belə baxanda ailəyə baxa bilər. Əgər yoldaşı da qazansa hər şey qaydasındadır. Qız gedir, bunlara baxır, beyni dolur, gəlir, ərinin yaxasından yapışır. Əri gedir, girir kreditə. Sonra bir də yapışır, əri gedir, bir də girir kreditə. Gedir səyahətə, gedir bu eləyir, gedir o eləyir. Axırda oğlan gəlir bir gün partlayır, deyir ki, "Ay, sən məndən nə istəyirsən?" Onun üzərində də boşanmaların sayı artır. Hamısının günahkarı Hamısı- kimdir? Bloqerlar. Amma Bəli. sizə bir şey deyim. Hı. Belə qızlara daha çox önəm verirlər. Kim ki özünü daha belə Məncə, çox hə. sevir. Da, Bahalı əşyalar alır, bahalı paltar alır. Oğlanlar onlar üçün ölür. Niyə belə? onu Elə hansı naqlı statistikaya qızlar- nəzərən onu Görmüşəm. baxır Ha. kimdə? Hamı bunu bilir. Qızlar bunu bilir Ki öz ki, fıfıçkalar üçün o. hə. Qız o kişilər fıfıçkalar üçün. Bir də özünə baxmayan niyə kimsə xoşuna gəlsin ki? Başa düşmürəm. Özünə baxmaq üçün də Yox, pul baxmaq lazımdır. Sən deyil. düzdür anlamadın sualı. Bu verilişimiz bitir dostlar və növbəti maraqlı mövzular varsa müzakirə olunmalı. Onları zəhmət olmasa rəylərdə yazın. Biz növbəti dostlarla müzakirə edək. Bir də belə deyəndə ağlı görsən hər. Gələk səninlə belə deyən artıq. 1 saatdır belə deyən. Gəl hamımız belə deyəndə. Kömək eləmə. Ya, Davay. sifəti də biraz gözdən Bəli duymaq dostlar. lazım. O səslə danış bir də necə? Belə o kişi belə səs çıxarır. Kişi belə. Əziz dostlar.